Hər kəsə salam, əziz şagirdlər, həmkarlar və əziz abituriyentlər. Kanalıma və videoma xoş gəlmisiniz. Bugün yenə ədəbiyyatdan bir izah paylaşıram. Bugünkü izahımız Məhəmməd Füzuli haqqında olacaq. Bundan əvvəl mən deməli Sığmazam qəzəlini izah eləmişdim. İmadəddin Nəsiminin Şah İsmayıl Xətaini saxladım. Çünki biraz geniş olan əslində budur. Şah İsmayıl Xətai də bir dənə dəhnamədir. Dəhnamədə də elə bir qəliz bir şey yoxdur. Çünki onu siz mövzuda nədən bəhs olunur bilsəz bəsdir. Amma burada əzbərləməli şeylər var deyə sizə bundan danışaq. Yəni başlayacağıq biz kimdən danışmağa? Məhəmməd Füzulidən. Kim olub, necə əsərlər yazıb, necə şeirlər yazıb. Deməli, uşaqlar. Məhəmməd Füzuli 1494-cü ildə anadan olub, 1556-cı ildə isə vəfat edib. Gəlin görək Məhəmməd Füzuli nə edib. Baxın, Məhəmməd Füzuli yaradıcılığa lirik şeirlərlə başlayıb. Onun əsərləri həm lirik növdə var, həm də epik növdə var. Və ancaq əruz vəznində yazıb şeirlərini. Və deməli, yadımıza salırıq ki, Şah İsmayıl Xətai ilk dəfə ədəbiyyatda heca vəznində yazan kim idi? Şah İsmayıl Xətai idi. Həm heca, həm də əruz. Amma Məhəmməd Füzulidir, İmadəddin Nəsimidir. Bunlar da yalnız əruz vəznində yazıblar. İmadəddin Nəsimi ilə deməli Füzulidə də oxşar cəhətlər çoxdur. Həm Azərbaycan, həm ərəb, həm də fars dillərində yazıblar. Həm nəzmdən, həm nəsrdən şeirləri var və bənddən də istifadə ediblər, beytdən də istifadə ediblər. Bu da qısa bir məlumat idi Məhəmməd Füzuli haqqında. Aha, indi gəlin Məhəmməd Füzulinin həyatından danışaq. Deməli, uşaqlar, Məhəmməd Füzuli əslində, yəni atasının adı Süleymandır. Bağdad yaxınlığındakı Kərbəlada dünyaya gəlib. Kərbəlada, yəni doğulub. Və onun müxtəlif vəsaitlərdə onun mükəmməl təhsil alması, dövrün elmlərini dərindən öyrənməsi barədə məlumat verilib və yəni mükəmməl təhsil alıb da Məhəmməd Füzuli və şairin Mövlana adlandırılması da bununla bağlıdır. Yəni Mövlana. Sonra o yaradıcılığa erkən yaşlarında başlayıb, özünə də Füzuli təxəllüsünü seçib. Yəni adı Füzuli olmayıb. Adı burada qeyd etdim ki, adı onun Məhəmməd olub. Amma o özünə Füzuli təxəllüsünü seçib. Aydın oldu? Füzuli ancaq şairliklə məşğul olmayıb. Baxın, yalnız şairliklə məşğul olmayıb. Dini ocaqlarda da xidmət eləyib. Ay, mən nə edirəm? Hə. Baxın, dini ocaqlarda da xidmət eləyib. Yəni həm də şairliklə məşğul olub. Təkcə şairliklə məşğul olub fikri səhvdir. Bu işinə görə aldığı maaşla, sadə, qənaətcil həyat yaşayıb. İstər Səfəvi dövləti, istərsə də Osmanlı hökmdarlar tərəfindən yaxşı tanınan və yüksək dəyərləndirilən şair saraylara üz tutmamış, sadə ömür sürməyə üstünlük vermişdir. Və Məhəmməd Füzuli o dövrün mühüm mənbələrindən sayılan təzkirələrdə şairin həyatı haqqında ətraflı məlumat əks olunmayıb. Onu şəxsən tanıyan, yəni onu dərindən tanıyan, onunla söhbətdə olan Əhdi Bağda, bax testlərdə düşür uşaqlar bu ad, yadınıza saxlayın. Əhdi Bağdadi Gülşəni Şüara adlı təzkirəsində Füzulini bilik və mərifətdə kamil, dərin mənalı, yeni məzmunlu fikir söyləməkdə misilsiz bir sənətkar kimi təqdim etmişdir. Baxın, sizə sual məsələn düşə bilər ki, onu öz təzkirəsində misilsiz bir sənətkar kimi təqdim edən şair olmuşdur. Kim olmuşdu? Deyəcəksiniz ki, Əhdi Bağdadi olmuşdu. Hansı təzkirəsində? Gülşəni Şüara təzkirəsində. Bunu da yadda saxlayın ki, önəmli məqamdır bu da. Daha sonra təzkirəçi həmçinin Füzulinin xoş xasiyyət, şirin söhbət bir insan, böyük hörmət sahibi və alim kimi tanıdığını qeyd etmişdir. Bu Füzulinin yeganə övladı olub.
Adı da Fəzli olub. Baxın, bunu da öyrənin. Adı Fəzli olub. Füzuli Fəzli oxşardır. Fəzli dərin elmi biliyi ilə seçilən ziyalı olub. Onun zərif şeirlər yazması barədə mənbələrdə məlumat var. Doğulub yaşadığı İraqdan heç vaxt ayrılmayıb. Baxın, bu da önəmli bir məlumatdır ki, Füzuli heç vaxt İraqdan, yəni doğulduğu İraqdan heç vaxt ayrılmayıb. Yəni ki, harda doğulubsa, orada da olub. Yəni heç yerə çıxıb getməyib belə. Füzuli 1556-cı ildə elə Kərbəlada da vəfat eləyib, İmam Hüseyn məqbərəsinin astanasında dəfn edilib. Görürsüz, Kərbəladan başqa heç bir yerə getməyib. İndi keçirik onun yaradıcılığına. Bizim Məhəmməd Füzulidən bizə qalan zəngin bədii irs nələrdən ibarətdir? Azərbaycan türkçəsində divan, fars dilində divan, ana dilində farsça və ərəbcə yazılmış qəsidələrdən ibarət divan. Qəsidələr divanı. Sonra Azərbaycan dilində yazılmış poemaları var. Leyli və Məcnun, ən çox bildiyimiz Leyli və Məcnun, Bəngü Badə, Səhbətül Əsmar. Sonra fars dilində poemaları var. Həftcam. Sonra Azərbaycan türkçəsində nəsr əsərləri var. Həqiqətü Süəda, nəsrlər, məktublar. Sonra isə fars dilində nəsr əsərləri var. Bu fars dilində poemalar idi. İndi fars dilində nəsr əsərlərini deyirik. Bu da Rindü Zahiddir, Səhhət və Mərəzdir. Belə. Sonra ərəb dilində də elmi fəlsəfə əsərləri var. Bu da Mətləül Etiqaddır. Sonra da fars dilindən tərcümə edilən əsəri Hədis-i Ərbəindir. Ərbəin görürsünüz, həm də Kərbəla ilə bağlı bir addır. Daha çox lirik şair kimi tanınan, baxın, epik demira, lirik şair kimi tanınan və sevilən Füzuli klassik şeirin qəzəl, qəsidə, mürəbbi, müxəmməs, müsəddəs, təxmis, qitə, rübai və sair janrlarına müraciət etmiş, hər birində də böyük bir uğur qazanıb. Görürsünüz, çox janrlara müraciət edib o qəzəl, qəsidə, mürəbbi, müxəmməs, müsəddəs, təxmis, qitə, rübai hamısına. Və şairin yaradıcılığında mühüm yer tutan qəzəllər müxtəlif mövzularda yazılıb və bunların sırasında məhəbbət mövzusunda yazılanlar, gözəlin və gözəlliyin tərənnümünə həsr edilənlər, dini və ictimai motivdə olanlar önəmli yer tutur. Füzulinin qəzəllərində təsvir olunan məhəbbətin izahı xüsusi diqqət tələb edir. Baxın, ən çox xüsusi diqqət eləyən əsərləri, qəzəlləri məhəbbət mövzusunda olanlardır. Və onun tərənnüm etdiyi məhəbbət çox hallarda həm gerçək insani duyğuları, həm də sufizmin həyata, insana fəlsəfi baxışını ifadə edir. Yəni gördüyünüz kimi onun qəzəllərində həm gerçək insani duyğular var, həm də sufizmin, yəni həyata baxışı var. Şairin bir çox qəzəllərində bu ikiliyi bir-birindən ayırmaq, fərqləndirmək mümkün olmur. Bir çox qəzəllərində sən insani duyğularla sufizmi fərqləndirə bilmərsən. Amma bütün hallarda lirik qəhrəman mənəvi saflıqdır. Baxın, yadınızda saxlayın. Mənəvi saflıqdır, möhkəm iradədir, sədaqətli, əzəmətli olmasına diqqət çəkir. Və şairin ictimai motivli qəzəllərində zəmanəyə, insanlara, şəxsi həyatına münasibəti əks olunub. Füzuli öz qəsidələrini ən çox ana dilində yazıb, onun bu janrda yazdığı əsərlər İslam dininin böyük şəxsiyyətlərinə, zəmanə hökmdarlarına, tarixi hadisələrə həsr edilib. Və şairin poemaları yaradıcılığında xüsusi yer tutur. Gəlin bir dənə qələmimizi dəyişək ki, baxış açımız biraz dəyişsin. Baxın, məsələn, Leyli və Məcnunu biz buradan çıxırıq. Leyli və Məcnun çıxmaqla qalan 3 poema allegorik səciyyəlidir. Bu 3 poema müxtəlif mövzularda yazılsa da ideyalarında oxşarlıqlar var. Leyli və Məcnunun ideyasında nə var? Məhəbbət var, təhsil var. Yəni, amma o qalan 3-ündə oxşarlıqlar var. Həmin o 3 poemada onlarda, yəni təkəbbürlü hökmdarların mənasız müharibələr törətməklərlə insanları qırğına verməsidir. Bax, bu Bəngü Badə.
Hə, yəni dediyim kimi təkəbbürlü hökmdarların, yəni mənasız insanların başlarına bəla gətirmələri Bəncu badədədir. Sonra şöhrətpərəstliklə mənəmlik söhbətül-əsmardadır. Cəmiyyətdə ictimai quruluşda müşahidə edilən eyiblər həft candadır. Bunlar tənqid edilib. Görürsüz, üçündə də oxşarlıq var. Füzuli klassik nəsrin böyük ustadıdır. Klassik nəsrin böyük ustadıdır. Onun Şikayətnamə adı ilə tanınan məktubu ictimai məzmunu və bədii dəyəri ilə daha qiymətlidir. Və ana dilində olan Hədiqətüs-Süəda, yəni bunun tərcümə olduğunu deyənlər də var. Bu Hədiqətüs-Süəda əsərində məşhur din xadimlərinin həyatı, fəaliyyəti, məhrumiyyətləri də əks olunub. Daha sonra farsça yazılan Rindü Zahidin əsasında isə insan həyat haqqında fərqli baxışların qarşılaşması, mübahisəsi dayanır. Daha sonra yenə fars dilində yazılan Səhhət və Mərəz bu allegorik əsərində isə müəllifin elmi, dini, fəlsəfi və sufi panteist görüşləri vəhdət şəklində ifadəsini tapmışdır. Füzuli ədəbiyyat tarixində mahir tərcüməçi kimi də tanınıb. Yəni tərcümələri arasında Hədisi Ərbəin, yəni 40 hədis, Hədisi Ərbəin, yəni 40 hədis deməkdir. Önəmli yer tutur. Fars tacik şairi Əbdürrəhman Caminin eyni adlı əsərini ana dilində tərcümə etməklə şair türk dilli oxucuların bu məşhur əsərdən faydalanmaları, zövq almaları məqsədini güdmüşdür. Bu yerdə vacib bir məlumat deyil. Aha, biz indi keçirik Məhəmməd Füzulinin ilk qəzəli olan Söz qəzəlinə. Gəlin, çox maraqlıdır. Söz qəzəlindən, bu videoda mən söz qəzəlindən məni candan usandırdı. Qəzəlini təhlil edəcəm. Sən görüm necədir? Yox, xoşuma gəlmədi. Sarı ilə devam. Sarı ilə də devam edək. Hə, söz qəzəli çox qəşəng bir qəzəldir. Yəni dərindən başa düşənə çalışın ki, başa düşək. Gəlin başlayaq. Deyir, nə deyir? Xəlqə ağzın sirrini hər dəm qılır izhar söz. Bu nə sirdir kim olur hər ləhsə yoxdan var söz. Baxın, nə deyir? Deyir ki, xəlqə ağzın sirrini hər dəm qılır izhar söz. Deyir ki, insanın nə qədər sirri varsa, onu hər kəsə açan sözdür. Deyir, bu nə sirdir kim olur hər ləhsə yoxdan var söz. Deyir, bu necə bir sirdir ki, söz hər an yoxdan var ola bilər. Aydın oldu? Deyir, sonra nə deyir? Deyir, artıran söz qədrini sidq ilə qədrini artırar. Kim nə miqdar olsa, əhli neylər ol miqdar söz. Deyir, artıran söz qədrini sidq ilə qədrini artırar. Deyir ki, sözün qiymətini bilən, ona dəyər verən insan özünə dəyər vermiş olur. Yəni, normal hardda uşaqlar, sən əgər ağzından çıxan sözü başa düşürsənsə, ağzından çıxan hər bir sözə dəyər verirsənsə, deməli, sən özünə də hörmət qoyursan, özünə də dəyər verirsən. Sonra deyir, kim nə miqdar olsa, əhli neylər ol miqdar söz. Deyir ki, söz hansı dəyərdə olsa, sahibini də o dəyərdə eləyər və insana niyə belə oldu ki? Hə, deyir insana onun danışdığı sözə görə qiymət verərlər. Həqiqətən də elədir uşaqlar. Mənim ağzımdan çıxan sözə görə mənə qiymət verərlər. Mən nə layiq sözlər danışsam, mənə elə qiymət verərlər sizcə? Yox, təbii ki də. Keçirik davamına. Ver sözə ehya ki, tutduqca səni xabi əcəl. Edə hər saat səni ol uyqudan bidar söz. Deyir, sən sözü canlandır, dirilt ki, səni də ölüm yuxusu tutan da, o söz səni diriltsin. Və deyir, qiymətli sözlər danış ki, öləndən sonra sənin sözlərin hər dəfə xatırlandıqca dirilmiş olasan. Yəni, sən ölüb getsən də, sən elə sözlər danış ki, sənin o sözlərindən, elə o mənalı sözlərindən səni xatırlasınlar, hörmət bəstəsinlər. Bu nicari ənbərin xəttir könüllər almağa, göstərər hər dəm niqabi qeybdən rüxsar söz. Deyir ki, mənalı söz
könüllər alan gözəl kimidir. O da hərdən örtüyünü açıb üzün göstərər və könülləri şad eləyər. Xazini gəncineyi əsrardır, hər dəm çəkər. Rişteyi izharə min gövhəri əsrar söz. Deyir söz, sirlər xəzinəsinin xəzinədarıdır, qoruyucusudur. Hər zaman sirli gövhərlərini sapa düzüb aşkar edər. Olmayan qəvvasi bəhri mərifət arif deyil. Kim sədəf tərkibi təndir, lölöyi şəhbhar söz. Deyir ki, mərifət dənizinin üzgüçüsü olmayan bilməz ki, bədəninin tərkibi sədəfidirsə, şəhanə incisi sözdür. Gər çox istərsən Füzuli izzətin az et sözü. Kim çox olmaqdan qılıbdır, çox əzizi xar söz. Yəni deyir ki, əgər sözün hörmətli, dəyərli olmağın istəyirsənsə, miqdarını az et, çünki çox danışmaq çox insanı hörmətdən salıb. Deyir ki, az danış, saz danış. Bunu deyir. Deyir, az danış, amma mənalı danış. Aydın oldu. Bu da sözlərimizin lüğətidir. Bunu da yadınızda saxlasaz daha qəşəng olar. İndi gəlin əsərimizin təhlilinə baxaq. Bizim əsərimiz lirik növdə və əruz vəznində yazılıb və rəməl bəhnirində yazılıb. 7 beytdən ibarətdir. Vahidi beytdir şeirimiz və müəllif sonda, baxın, sonda burada öz təxəllüsünü işlədib, özünə müraciət eləyib. Bu İmadəddin Nəsimidə də var idi, amma o özünə müraciət eləməmişdi. İnsanın qədir qiyməti sözünün dəyəri ilə ölçülür. Hörmətdən düşmək istəməyənlər də az söz danışmalıdırlar, deyir. Deyir ki, söz insanı ölümündən sonra belə yaşamağa qadirdir. Yoxdan var olan sözlər də sirli bir dünya yaradır. Əsərdə hər bir insanın sözə dəyər verməsinin zəruriliyi öz əksini tapıb. Sonra şeirdə insanın işlətdiyi sözlərinin onun şəxsiyyətindən xəbər verdiyi vurğulanır. Əsərdə söz sənətinin qarşısında qoyulan tələblər də öz əksini tapıb. Şairin fikrincə, sözü yerində işlətməyənlər arif sayılmırlar, bu şairin fikridir. Yəni, sən sözünü yerində işlətmirsənsə, sən arif sayılmırsan. Müəllif sənətkarın qarşısında da bir sıra vəzifələr qoyur. Bu qəzəl müəllifin ədəbiyyat, şeir haqqında nəzəri görüşlərinin bədii əksidir. Əsərdə müəllif söz sənətinin qarşısında söz sənəti yaradan sənətkar elə sözlər seçməlidir ki, həm sözlər onun qüdrətini artırsın və sənətkarın söylediyi sözlər elə olmalıdır ki, insanın könlünü ala bilsin. Sözlə sənət yaratmaq, onu cilalamaq, diriltmək, yeni mənalarla zənginləşdirmək lazımdır, tələblərini qoyur. Sonra, bu belə bizim əsərimiz, söz qəzəlimiz. Ümid edirəm ki, aydın oldu. Məncə burada elə bir çətin bir şey yoxdur, amma əzbərləsəz daha qəşəng olar. Üzr istəyirəm. Əzbərləsəz daha qəşəng olar məncə. Yəni əzbərləyin, çalışın ki, əzbərləyin ki, testə düşəndə hansı bənddən sonra hansı bənd gəlirdi, çaşmayaq. Çünki universitetə girəndə əzbərləmək olmur. Keçdi indi məni candan usandırdı. Çox qəşəng bir əsərdir. Qəzəldir, əsərdən səhv salıram əmr billah. Bunu da əzbərləyin. Bu çox asandır. Sözə baxanda asandır sözləri. Başlayırıq. Məni candan usandırdı. Cəfadan yar usanmazmı? Fələklər yandı ahımdan. Muradım şəmi yanmazmı? Burada lirik qəhrəman canından usandığını deyir, yarın da cəfa verməkdən usanmadığını soruşur və onun ahı göyləri yandırır. Mənim ahım göyü yandıra bilər? Xeyr, deməli burada şişirtmə var, yəni mübaliğə var. Amma muradı hələ də şamı yandırmır. Qamu bimarimə canan, dəvayı dərd edər ihsan. Niçin qılmaz mənə dərman, məni bimar sanmazmı? Burada da deyir ki, canan hamının dərdinə çarə eləyir,
Amma deyir, niyə onun dərdinə dərman tapmır? Yoxsa onu xəstə hesab eləmirmi? Burada Canan deyəndə Allahı nəzərdə tutur ha. Yəni bunu bir də yadınızda saxlayın ki, burada deyir ki, qamu bimarimə Canan, yəni ki Allah. Deyir, qamu bimarimə Canan. Yəni deyir ki, Allah hamının dərdinə çarə eləyir. Amma mənim dərdimə niyə çarə eləmir? Yoxsa məni xəstə hesab eləmir? Sonra nə deyir? Deyir, qəmin pünhan tutardım mən, dedilər, yarə qıl rövşən, desəm ol bi vəfa bilməm. İnanarmı, inanmazmı? Burada deyir ki, qəmini gizli tutur. Burada deyir, qəmin pünhan tutardım mən. Pünhan yəni gizli də. Deyir, qəmimi gizli tuturam, amma mənə deyir, dedilər, yarə qıl rövşən. Deyir, mənə məsləhət görüblər ki, yarına bildir. Və desəm o bivəfa bilməm, inanarmı, inanmazmı? Deyir, həmin o yarın bivəfa adlandıran aşiq onun inanıb inanmayacağından narahatdır. Şəbi hicran yanar canım, tökər qan çeşmi giryanım. Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı? Deyir ki, baxın, şəbi hicran yanar canım. Şəbi hicran yəni mənim ayrılıq gecəmdən danışır. Deyir, ayrılıq gecəsi onun canını yandırır və tökər qan çeşmi giryanım. Çeşmi giryan gözdür. Deyir, gözlərindən qan gəlir. Yəni mübaliğədir təbii ki də bu, mübaliğə. Və deyir, oyadar xəlqi əfğanım. Xəlqi əfğan da onun harayıdır. Deyir, harayım mənim xalqı oyadır, amma qara bəxtim oyanmır. Gül rüxsarinə qarşı gözümdən axar qanlı su. Həbibim, fəsli güldür bu. Axar sular bulanmazmı? Burada deyir ki, yarının gül üzünə, gül rüxsar nədir? Gül üzdə, deyir, üzü gülə bənzədiyini deyir və həmin o gülün rəngi də qırmızı olduğuna görə deyir, bax, deyir ki, yarının gül üzünə qarşı gözündən qanlı su axır. Üzün gülə bənzədir yarının və gülün rənginə görə də qırmızı olduğuna görə də deyir, mənim gözümdən qırmızı rəngdə yaş axır, qan axır. Və yarına müraciət eləyib deyir, həbibim, fəsli güldür bu, yəni bahardır bu, axar sular bulanmazmı? Gül fəsli nədir burada? Gülün fəsli olur, gül fəsli də metanomiyadır təbii ki də. Burada bahar olduğunu deyir və bahar olduğunu xatırladır və deyir, axar sular nə vaxt bulanacaq, onu soruşur. Deyildim mən sənə mail, sən etdin əqlimi zail, mənə tən eyləyən qafil, səni görcək, utanmazmı? Deyir ki, mən sənə meyilli deyildim, mail meyildə, deyir, mən sənə meyilli deyildim, amma sən mənim ağlımı aldın. Və burada inanır ki, mənə tən eləyən qafil səni görcək, utanmazmı? Deyir ki, sevgilisinə görə ona tən eləyənlər yarını görsələr utanarlar. Yəni nə deyir? Yəni deyir sevgilisinə, mənim sevgilimə görə deyir, mənə lağ eləyənlər, tənə nə deyir? Lağda. Deyir, mənə lağ eləyənlər. Mənim sevgilimi görsələr utanarlar. Aydın oldu? Bir də deyirəm. Deyir ki, onun sevgilisinə görə ona lağ eləyənlər var. Görəsən deyir, onun yarın görsələr utanarlar. Füzuli rindü şeydadır, həmişə xalqa rüsvadır. Sorun kim bu nə sevdadır? Bu sevdadan usanmazmı? Burada deyir Füzuli rindü şeydadır. Baxın, rindü şeyda. Rindü şeyda divanə aşiq deməkdir. Deyir ki, dəlicəsinə vurulub. Dəlicəsinə vurulduğunu bildirir. Və buna görə də rüsvay olduğunu deyir. Dəlicəsinə vurulub deyə rüsvay olduğunu deyir. Və istəyir ki, bu sevdanın nə olduğunu, bu sevdadan yorulub yorulmadığını soruşsunlar. Deyir, sorun kim bu nə sevdadır? Bu sevdadan usanmazmı? Deyir, yəni soruşun görün bu sevdadan nə olduğunudur, bu sevdadan yorulub yorulmayıb, bunu soruşun. Bu da belə. İndi gəlin bunun təhlilinə də nəzər salaq. Biz bu şeiri oxuyanda saf, dərin məhəbbətlə sevən və sevgi yolunda sonsuz əzab-əziyyətlərə qatlaşan real aşiq obrazı göz önündə canlanır. Lakin əsərdə ilahi məhəbbətin sədaları güclüdür. Baxın, burada biz misra oxuduq. Qamu bimarimə canan, dəvayı dərd edər ihsan.
Nə üçün qılmaz mənə dərman, məni bimar sanmazmı? Baxın, bu misralarda ifadə olunmuş fikri məşuqəyə, yəni sevilən qıza aid etmək mümkün deyil. Çünki burada baxın, sufizm düşüncəsi işığında Allah nəzərdə tutulub. Mən bayaq sizə dedimi, qamı bimarimə canan dedim. Axı Allah deyir, hamının dərdinə dəva eləyir, məni deyir xəstə sanmır, bəs Allah nəzərdə tutub. O qızı nəzərdə tutmayıb. Qəzəlin əksər beytlərində lirik qəhrəmanın yara, canana münasibətində sufiyanə məhəbbətin əlamətləri duyulur. Və bu cəhətdə şairin məhəbbət mövzusunda yazdığı qəzəllərin əksəriyyətində müşahidə olunur. Hətta bir çox hallarda eyni bir əsərdə dünyəvi və ilahi məhəbbət o dərəcədə çulğlaşır ki, onlara aid etmək çətin olur. Bayaq dedim. Sufizm şairin tərənnüm etdiyi məhəbbəti insandan, dünyadan ayırmır və bu əsərlərdə real insani duyğuların təsviri çox güclü, bəzən isə aparıcı olur. Qəzəldə lirik qəhrəmanın, aşiqin parlaq obrazı yaradılıb. O, səmimi, sədaqətli və cəfakeşdir. Və biz birinci misradan sona kimi onun ah-naləsin, şikayətlərin, kəsilməyən aşiq dərdin, kədərin, həyəcanın, yanıqlı, təsirli dillə bəyan elədiyini görürük ki, ona da inanmamaq mümkün olmur. Məşuqə kimdir? Həmin o aşiq olduğu qız məşuqədir. Məşuqənin cəfasından usanır, amma onun ahını, yəni onun ahının odu fələkləri yandırsa da, gözləri qanlı yaş axıtsa da, o tutduğu yoldan dönmür. Sonra Məni candan usandırdı adı var ha. Məni candan usandırdı həm ideya məzmununa, həm də bədii keyfiyyətlərinə görə klassik şeirimizin ən dəyərli nümunələrindən biridir. 14-cü əsrin məhsulu olan bu əsər dilinin şirinliyi və cəlbedici olması baxımından da müasir oxucunu valeh eləyir. Ondakı alınmaz sözlər məzmununun başa düşülməsinə mane olmur. Yəni nə qədər də orada alınmaz söz olsa, yenə də biz onu başa düşə bilirik. Və beytlərin əksəriyyətində işlənmiş daxili qafiyələr şeirdə güclü ahəngin yaranmasına səbəb olub. Qəzəldəki obrazlılığın güclənməsində məcazların xüsusi rolu var. Qəzəldə də güclü ahəngin yaranmasına onun yazıldığı Həzəc bəhrinin təsiri az deyil. Yəni Həzəc bəhrində yazılıb. Bir də ümumi qeydlərə nəzər salaq. Buradan qeydlərinizi mütləq çıxarın. Dediyim kimi əruz vəznindədir, qəzəl janrındadır, Həzəc bəhrindədir. Qəzəldə rədif yoxdur. Şeirin birinci misra əsasında adlandırılır. Sonda müəllif, baxın, öz təxəllüsünü çəkir, amma müraciət eləmir. Sonra janr baxımından Füzulinin ən çox istifadə etdiyi janrda yazılıb, qəzəl janrında. Əksər beytlərdə daxili qafiyədən istifadə olunub. Buna görə də elə qəzəlin qafiyə quruluşunda fərqliliklər var. Həm daxili, həm də tam qafiyə var. Bizə desə ki, əsərin dilindəki sözlər, milli sözlərdir hamısı, yox. Alınma mənşəli sözlər də var. Amma o məna eləmir də, başa düşə bilirik yenə də. Sufizm düşüncəsi də var. Sufizm şairin tərənnüm etdiyi məhəbbəti insandan, dünyadan ayırmır. Buna görə də əsərdə tərənnüm olunan eşq bir mənalı deyil. Yəni əsərdə həm ilahi, həm də dünyəvi eşqin tərənnümünə yer verilib. Əsərdəki lirik qəhrəman real aşiqdir. Baxın, real. Real aşiq obrazıdır və aşiq lirik qəhrəman bitkin obrazdır. Dərin məhəbbətlə sevən real aşiq obrazı yaradır. Yəni biz buradan görürük ki, o məşuqəni nə qədər dərin bir məhəbbətlə sevir. Lirik qəhrəman tutduğu yoldan peşman deyil. Ancaq dərd-kədərdən artıq usanıb. Azından bəllilikdə məni candan usandırdı. Ah naləsi də birinci misradan sonacan kəsilmir. Axıra qədər o ah nalə eləyir. Bizə desə ki, çəkdiyi cəfadan usanır, tutduğu yoldan dönmək istəyir, xeyr. Sonacan davam eləyir. Lirik qəhrəman səmimi, sədaqətlidir, cəfakeşdir və diqqət edin ki, lirik qəhrəman diqqət edin ki, lirik qəhrəman cəfakar deyil. Cəfakar deyil. Bunu yadda saxlayın. Testə düşüb baxın bu fikir. Cəfakar deyil. Səmimidir, sədaqətlidir, cəfakeşdir. Amma cəfakar deyil. Cəfakeşlə cəfakar ayrı şeylərdir. Cəfakar nədir? Cəfakar, bax, burada deyib. Çox qəşəng burada deyib. Cəfakar nədir? Cəfakar
əzab verəndir. Amma bax burada axı lirik bizim obrazımız axı əzab vermir, əzab çəkir də. Cəfakeş əzab çəkəndir, cəfakar əzab verəndir. Ona görə də bu, yəni desə ki, cəfakardır, xeyr, səhv fikirdir. Obrazlılığın güclənməsində məcazların xüsusi rolu var. Əsərdəki alınma sözlər bayaq dedim ki, mane olmur. Lirik qəhrəman canının usandığını dilə gətirir. Amma yarının cəfa verməkdən usanmadığını bədii sualla ifadə edir. Deyir, məni canlar cəfadan yar usanmazmı? Sualla. Və bütün beytlərdə daxili qafiyədən istifadə edilməyib. Demək olar ki, birinci beyt xaric, digərlərində var daxili qafiyə. Birinci beytdə olmasa da, digərlərində daxili qafiyə var və bütün beytlərində də bədii sual işlənib. Və qəzəlimizin əksər beytlərində lirik qəhrəmanın, bayaq dedim, əsərdə dünyəvi ilahi məhəbbət o dərəcədə çox, bunu da demişəm. Lirik qəhrəman öz sevdiyini bivəfa adlandırır. Deyir, ona yəni bivəfa deyir, məşuqəyə bivəfa deyir. Öz sirrini gizli tutan aşiq sirrini deməyə tərəddüd eləyir. Deyir, mən qəmim pünhan tutardım, mən dedilər yarə qıl rövşən. Lirik qəhrəman öz eşqindən bezsə də şikayətini dilə gətirmir. Bu, təbii ki də yanlışdır. Ən azından biz əsərin adına görə deyə bilərik də, məni canından usandırdı. Dilə gətirib də day. Aşiq ayrılıq gecəsi keçirdiyi hissləri mübaliğə ilə təsvir şirdməklə. Deyir, gözümdən qanlı su axar, nə bilim, mənim fəryadım, nə bilim, neyniyər, dünyanı dağıdar belə. Qəzəlin sonunda da lirik qəhrəman öz sevgisindən əl çəkməyə meyllənir. Fikri də yanlışdır, öz sevgisindən əl çəkmir. Bu da belə. İnşallah gələn mövzumuzda Leyli və Məcnun olacaq. Ümid edirəm ki, hər şey aydın oldu. Bugünkü mövzumuz bu qədər. Sağ olun.